Hə. Yəni, amma biz çəkindirəndə, misal üçün, onun günahlarını açmırıq ki. Kimlərsə. Baxır günah, elə günah var ki, insanın özünə zərər verir. Elə günah var ki, ümmətə zərər verir, cəmiyyətə zərər verir. Yəni, hər günah eyni deyil. Elə günah var dindən çıxardır, elə günah var dindən çıxartmır. Yəni, sualın əsas nədir? Hansı günahdan çəkindirməliyik? O günahdan çəkindirilir ki, insanın özünə yox, ətrafına zərər gəlir. Məsələn, oğurluq da günahdır. Aydındır? Oğurluq da günahdır. Məsələn, göz zinası da günahdır. Məsələn, göz zinası eləyən adamı deyirsən ki, məsələn, filan qardaş məsələn, ona halı olmayan qadınlara baxır. Yəni, onu oturub durmayın. Və yaxud da onu məsələn, çox da iş vizə yanına almayın. Demirsən ki, ona sən nəsiyyət edirsən. Amma oğrunu qoymursan. Deyirsən, o adam oğrudur. Bir də evimizə girər, mülkümüzə uğrayar və s. Yəni, günahdan günaha fərq var. Elə günahlar var, xüsusən o günahlardan çəkindirilir ki, ətrafa zərər verməz. Ona görə bidətdən çəkindirilir. Ona görə bidətdən çəkindirilir. Nəyə görə? Çünki bidət zərər verir, ətrafa zərər verir. Çünki bidətçi birinci özünə, sonra ətrafına zərər verir. Ona görə çəkindirilir bidət əhlindən. Və həmçində şübhələrə gələnlərdən və onlara bənzərlərdən. Bəli. Mən bir dənə sual vermək istəyirəm. O, bəzi qardaşlar var, danışında deyirlər ki, misal üçün, filan kəs müsəlman deyil, onun bu dünyası üçün demirəm, axirət dünyası üçün demirəm, bu dünyası üçün deyirəm. O, söz olaraq, anlayış olaraq, qərar veriləndə, hökm veriləndə, necə verilir? Bu dünya üçün verilir, axirət dünyası üçün verilir, nətər verilir? Bu mövzu əslən buna dəlil yoxdur. Kimsə desə ki, bəzi şübhəyə düşənlər bu rəyləri gətirirlər ki, onların axirətlərinə hökm vermirik, bu dünyalarını təkfir edirik. Məsələn, deyir, filan kəs kafirdir və yaxud da filan kəs müşrikdir. Amma o ki, qaldı soruşanda axirətdə, deyir, axirətlər haqqında susuruq. Məsələn, əslən, kafir və müşrik nədir? Əbədi oddadır. O deyir ki, mən bilmirəm, o əbədi odda olacaq, yoxsa yox. O haqda susuram. Bura zəifdir, zəif rəydir. Çünki buna heç bir dəlil yoxdur ki, bir insan bu dünyada... Çünki şəriət, yəni zənnlə təkfir olmuyor. Zənnlə təkfir yoxdur. Çünki bu zəndir, müəyyən qədər zənnə bənzəyir. Çünki əgər sən əmin deyilsənsə ki, onun axirətindəki, onun kafir olmağına əmin deyilsənsə, demək, sən onun bu dünyada təkfir eləməyin şübhə altında sən təkfir edirsən. Sən şübhəlisən. Onun kafirdir, yoxsa kafir deyil. Çünki bir insan şübhə ilə təkfir olunmur. Bir insan şübhə ilə təkfir olunmur. Bir insan yalnızca yəqinliklə təkfir olunur. Bəli. Fasıq insana Allah sana razı olsun demək olar. Necə? Fasıq insanda, yəni, insan ki, pis adamdır. Həmən alkoqol içir, narkotik istifadə edir və yaxud insanlara ziyan var. Onunla zət ki, bir dənə yaxşılıq edib, deyirsən Allah sana razı olsun. Qardaş soruşur ki, fasıq adama, içənə, çəkənə Allah razı olsun demək olarmı? Əsl budur ki, müsəlmansa bəli, müsəlmana Allahdan razılıq istənilir və dua olunur. Yəni, sən ona deyəndə ki, Allah səndən razı olsun, sən dua eləmirsən ki, Allah səndən razı olsun ki, içirsən, Allah səndən razı olsun ki, çəkirsən, sən nə yaxşı deyirsən. Məqsəd bu deyil. Məsələn, necə ki, bizə nisbətdə kimlərsə fasıq sayılır, yəni Əbu Bakr Ömərə nisbətdə də biz fasıq sayılırıq. Yəni, indi kimsə bizə dua eləməsin ki, qardaş Allah səndən razı olsun. Məsələn, bizim ümmətin isə bugün qardaşlar var, bir-iki səhifə Quran oxuyan kimi neyir? Yorulur və yaxud da qəlb daralır və s. Sahabələr deyərlər ki, kim ki Allahın kitabını oxuyanda qəlbi daralırsa, problemdir. Deyərlər ki, əgər sizin qəlbiniz sağlam olsaydı, Allahın kitabını oxumaqdan yorulmazdı, doymazdı. Demək ki, qəlbdə problem var. Demək, sahabənin qəlbi daralmırdı. İndi o demək ki, biz onların nisbətdə belə fasiqik. İndi kimsə bizə dua eləməsin ki, biz fasiqik. Yəni, kiməsə nisbətdə kiminsə zəif olması, artıq ona hər hansısa bir hökm və hüdud tətbiq eləməyə gəlib çıxartmır. Sahabələrə nisbətdə biz də zəif idik. Ola bilər, bizə nisbətdə hər hansısa bir cahil, içən, çəkən zəif ola bilər dinində. Amma o demək deyil ki, ona hər hansısa bir dua olunmasın. Əksinə dua eləmək lazımdır. Əksinə onlara çox dua eləmək lazımdır. Allah onları islah eləsin. Çünki dua dəyişir. Dua səbəbdir insanın islah olmasına və s. Üstəməli bir sual vermək olar.
Bəli. Elə ki, sübh namazının azanı girib, evdə də qılıb, sübhün sünnətini evdə də qılmaq var da. Bəli. Evdə qıldığım məscid yaxını getmişəm məscidə, hələ orada iqamə gətirilmir. Məscidə girəndə təzədən təhiyyətül məscid qılmaq lazımdır, yoxsa gözləmək lazımdır? Bəli, bəli. Qılmaq lazımdır. Ya təhiyyə qılınmalıdır, ya da ki, azan və iqamə arası qılınmalıdır. Əgər məscidə çatdırmıyorsunuzsa və namaz başlamayırsa, iqamə olmayırsa. Allah razı olsun. Çünki məscidə girəndə namazsız oturmaq düzgün deyil. Məscidə girəndə namazsız oturmaq düzgün deyil. Çünki təhiyyə lazımdır. Məscid ədəblərindəndir. Necə ki, hər hansı bir evə icazəsiz girmək ədəbdən olmadığı kimi. Şəriət qadağan eləyib hər hansı bir evə izinsiz girməyi, icazəsiz girməyi, ev sahibinin göstərmədiyi yerdə oturmağı ədəbdən deyil. Və orada Allahın evidir. Və orada Allah Taala bizi girişə növünü qoyub. Necə girmək lazımdırsa. O da namazdır. Çünki Allah Subhanahu Taala'ya qoyulan ən böyük hörmətdir namaz. Səcdə Allah Taala'ya qoyulan ən böyük hörmətdir. Allah Taala'ya qoyulan ən böyük ədəbdir. Təbii ki, tövfiqdən, yəni Allah Subhanahu Taala'ya tövfiqlə olan namaz təbii ki. Başqa cür yox. Həvusda deyəm var. Bilərək həvusda qalır. Yox, namaz qılmalı, yox, namaz qılıb oturmaq lazım. Namaz qıl ayaqsa dayan. Amma yox, namaz qılınmalıdır. Yox, əxizən, yəni gəldim məscidə 5 dəqiqə qalır. O qılmıram, həvusda. Yox, qıl qardaş, qılın. Yəni qılmalısın. Bəli. Yəni qılmalısan deyəndə o fərz deyil. Amma yəni biz ibadətlər fərz deyil deyə tərk eləmək artıq sələfin sifəti deyil. Yəni artıq bu gün ümmətin problemlərindəndir. Baxırlar, zaman necə deyirlər, zaman var idi sünnə əməl etmək üçün soruşurlar. İndi sünnə soruşulur tərk eləmək üçün. Yəni belə yanaşmaq düzgün deyil. Əgər qardaşım, zaten hətta hərdən fərzlər də belə boyundan düşür. Xəstəliyə görə, zərurətə görə və s. Hərdən insana içki içmək də halal olur. İçməyə heç nə tapmır, susuzluğuna ölür. Hər insan donuz ət yemək də halaldır, yemək başqa heç nə yoxdur. Amma halbuki haramdır. Hərdən insan namazı öz vaxtında qılmır, başqa vaxtda qılır, qorxan ona görə və s. Hətta hərdən halallar və haramlar yerini dəyişir zərurətə görə. Bu başqa sual. Amma o ki qaldı sünnətləri, qardaş onsuz da ayaq üstə dayanmışam və yaxud da onsuz da belədir, olmaz, yaraşmaz sələfə. Əksinə, bütün rahat ibadətlərdən müsəlman qafil olmamalıdır. Nə ki ibadət rahatdır, o ibadətlər ki tez başa gəlir, məsələn, təhiyyə, 2 rükət namaz qılmaq və s. Nə qardaşım, nə pul getmir, nə canından getmir, nə zaman getmir demək olar, 1-2 dəqiqə vaxt gedir, olmaz. Yəni, Allahdan qorxan, əksinə bu şeyləri qənimət görməlidir. Çünki zaten ibadətlərdə naqisliklər var. Heç olmasa bu kiçik, yəni feili baxımından, hərəkət baxımından, kiçik olan ibadətlərin üzərində möhkəm olmaq lazımdır ki, Allah Subhanahu Taala'nın rəhməti bizim üzərimizə cəlb olsun. Və Allah Taala bizim başqa xətalarımızı bağışlasın və yaxud da üstün etsin. Olmaz, tərk etmək olmaz. Əbəs yerdə tərk etmək olmaz. Hətta sələflər deyirlər ki, sünnə namazlarını uzun müddət tərk edənlər günahkardır. Tövbə edib qayıtsınlar, uzun müddət tərk edən. Baxırsan qardaş aylarlandır, nə zöhrü sünnətini qılmır, nə məğribin qılmır sünnətini, nə işan sünnətini qılmır, nə vitir qılmır, nə sübh sünnətini qılmır. Yəni artıq nəyə görə qılmır? Yəni, uzun müddətlə necə ola bilər ki, insan sünnə namazlarını tərk eləsin? Ratibə sünnətlər, xüsusilə. Ona göstərir ki, günahlar çoxalıb ki, artıq ibadətlərdən həzz ala bilmir. Günahların səbəbi iləndir. Bəli. İsmail, o bir vaxt var, o deyirlər ki, kifayət vaxt nə deyirlər? O inşallah məscidə girişə aid deyil. Əsrdən sonra, əsrlə məğribin arasında namaz qılmağın qadağan olması və həmçinin sübh namazından sonra namaz qılmağın qadağan olması artıq o məscidə girilən vaxta aid deyil. Necə ki, istixara namazı hər zaman qılmaq olar, cənazə namazı hər zaman demək olar qılmaq olar. Bəzi sübh vaxtı istisna olmaq şərti ilə. Amma belə ümumən məscidə girəndə bəzi alimlər düzdür, tərk eləyərdilər. Amma ümumən inşallah qılmaq olar. Məscidə girəndə təhiyyəni qılmaq olar. Cənazə namazı günəşləyir və qalxanda o bir də orada məşruq var. Bəli, bəli. Əleyhissalam. Axşam zikirləri kəndçilikdə biz ona mala baxan vaxt olur. Yəni o Allah sizin mağaza bərəkət versin. öyle bir şey. Problem yoxdur da tövlədə. Bu da olur peynir. Yox. Heyvanınki nəcis deyil, peyin sayılır. Yəni o nəcis deyil. Küşlər ona dışqı deyirlər. Yox, sayılmır. Yox, nəcis deyil. Həmin hazırlamadır da. Hətta dəstəmazı belə pozmur.
Heyvan dayı, nəcis insan dayıdır. Heyvan dayı deyil. O da körpü uşaq dayı yox, böyüyək. Böyüyəndən sonra. Körpə kömürçə nə qədər? Yəni süd əmən uşaqda nəcis sayılmır. Sizin o dediğiniz o fışkı yiyiləcək heyvanların şeyi yoksa Bəli. pişikdə qayıtdı ona. Allah alim. Toyuq, pişik. Allah alim. Yəni o toyuq yox. Toyuq yeyən heyvandır axı. Ben de o soruyorum ki Yəni itin pişiyin dəyəsi Allah inşallah ki pozulmur. Bəzi alimlər deyir ki donuzun və yaxud da belə bəzi heyvanların, yəni donuzun xüsusilə də nəcisi dəyəsə dəstəmaz pozulur. O da Allah alim bilmirəm, yəni o səhihdir yoxsa yox. Amma əsl budur ki, nəcis sayılan heyvan dayı deyil, insan dayı sayılır. İnsan ki nəcis sayılır və o insan bədəninə dəysə dəstəmaz pozulur. İtin ağız suyu da verir, itin ağız suyu. Bəli, itin o zəifdir. Hətta itin ağzının suyu da bədənə dəysə dəstəmazı pozmur. Bəzi alimlər var deyirlər, zəif idi. Dəstəmazı pozmur. Bəzi rəylər var, amma dəstəmazı pozmur. Sadəcə gələn hədis, it qabdan yeyəndə yuyulmalıdır qab. Peyğəmbər sallallahu buyurur ki, 7 dəfə yuyun və biri də torpaq olmaq şərti ilə. Bəli. İnstitusiyon əlvədə isə. Nə? Oradan bir namaz qılan var. Tutarsın. İti? Hə. Yox, eyb etməz. Eyb etməz. Eyb etməz. Bəsdir, bəsdir.